Əvvəl anons etdiyimiz kimi dostlar, Ellab təşəkkürlər bildiririk. Bugün biz kardioloqla ürək problemlərini müzakirə edəcəyik burada və Aygül xanım, Aygül İsmailova həkim kardioloq, ürək həkimi belə deyək, studiyamızda qonaqdır. Aygül xanım, siz bilirsiniz ki, bugün Azərbaycan xüsusilə kişilər arasında infarkt, ürək xəstəliklərindən dünyada yəni ilk üçləyə daxil olan ölkələrdir ki, yəni vəfat edirlər ən çox məhz bu problemdən. Ürək, bizim ürəyimizə nə olub? Ürəklərimizə nə olub? Nədir bunun səbəbləri? Sabahınız xeyir, günümüz uğurlu olsun. İlk növbədə qeyd etmək istəyirəm ki, infarkt doğrudan da cavanlaşıb, yəni gənclər arasında da artıbdır və əsas ən çox rast gəlinən xəstəlikdir, ürək xəstəliklərinin arasında. Buna səbəb bizim düzgün həyat tərzimiz olmamağıdır. Düzgün qidalanmırıq, çox stresli həyat tərzi keçiririk, yuxu rejimimiz pozulub, zərərli vərdişlər çoxdur və başqa risk faktorları da var. Məsələn, xolesterinin artması, bu da düzgün qidalanmamağa bağlanır. Gəlin elə xolesterinlə bağlı danışaq, çünki qarşımıza da tez-tez çıxır ki, bu damarların tıxanması və s. Gəlin elə bu haqda danışaq, çünki əsas faktorlardan biri də mən bildiyimə görə məhz budur. Bəli. Əsas faktorlardan biri damarların yəni tutulmasından səbəb olan faktorlar budur. Xolesterin artanda damarlarda ateroskleroz xəstəliyi başlayır. Bu nədir? Xolesterinimiz, yəni yağlar, damar divarlarında ərp kimi yığılır, damar başlayır daralmağa, bu da tıxanmaya gətirir, yəni damar tutulur. Damar tutulanda isə infarkt baş verir. İnfarkt özü nədir? Ürək əzələmiz əgər damar tutulubsa qidalanmır, nikroz baş verir, yəni ürək əzələsi ölür. Ürək əzələsi ölürsə bu infarktdır, bəli. Xolesterin dediyimiz, biz tək xolesterinə baxmırıq, lipid spektr deyilən bir analiz var, orada xolesterinin müxtəlif fraksiyaları var. Yəni, mən pasientlərimə belə izah edirəm ki, yaxşı xolesterin də var, pis xolesterin də var. Bundan hamısı, bu vahidlərin hamısı baxılmalıdır mütləq. Əgər dəyişiklik azdırsa, biz həyat tərzini dəyişməklə onu normaya sala bilirik. Aygül xanım, nədən artıq pasiyent hiss etməlidir ki, onda, məsələn, bunun simptomları bəlkə var, bəlkə yoxdur, siz deyəcəksiniz, biləcəyik. Yəni, artıq onun damarında o yağlanma dediyimiz xolesterin problemi artıq yaranıb. Çünki mən bildiyim qədərlə bunun çəki ilə bəzən əlaqəsi var, bəzən yoxdur. Bəli, ilk siqnallar hansılardır? Bəli, simptomatika yoxdur. Yəni, əgər damarda bir problem yaranıbsa, hansısa bir orqanda, orada simptom yaranırsa, şikayət yaranırsa, o zaman bilirik. Amma belə heç bir problem, simptomatika, klinika vermirsə bizə, onda biz bilə bilmərik. Yəni, yalnız analiz verməliyik. Və 40 yaşından yuxarı pasientlərə tövsiyə olunur ki, ildə ən azı bir dəfə lipid spektr paneli yoxlanılsın. Və Ellabda da dostlar, doğum gününüz bu aydadırsa, bilirsiniz də 50%-ə qədər endirim var. Bu fürsətdən mütləq yararlanın, bu möhtəşəm bir fürsətdir. Bundan başqa, Aygül xanım, Aygül doktor, infarkt miyokardı biz son vaxtlar eşidirik, mikroinfarktlar. Bu, ümumiyyətlə, yaşdan asılı olan bir məsələdir, yoxsa burada başqa faktorlar da var? İndi qida və s. onu qeyd elədiniz. Bəli. Əvvəl bunu yaşlı xəstəliklərə aid edirdik, amma qeyd etdiyim kimi çox cavanlaşıb. Səbəbləri bəli. Məhz cavanlarda səbəbləri. Cavanlarda mən belə düşünürəm ki, stresli həyat, çünki daha çox stresli həyat tərzi sürürük. Yuxu rejimimiz düzgün deyil, qidalanma düzgün deyil, pasiv həyat tərzi sürürük, fiziki aktivlik azalıb və genetik faktorlar da rol oynayır. Bir də qeyd edim ki, zərərli vərdişlər, yəni bu siqaretdir, elektron siqaretlər, kalyanlar, bunlar hamısı, bəli, risk faktorlar. Normal analizlər çıxdı bir insanda, deyək ki, yoxlandı. Nə qədər o analiz qüvvədə o, yəni hansı müddətdən sonra o bir də yoxlansa, məsələn, xolesterin çıxar və yaxud əksinə, deyək ki, xolesterinin miqdarı yüksəkdir və artıq dərmanla yaxud həyat tərzini dəyişməklə bu adam müalicəyə başlayır və nə qədərdən sonra o artıq normallaşa bilər? İlk növbədə vahidlərə baxırıq. Əgər vahidlər çox oynamayıbsa, həyat tərzini dəyişməklə, əgər pasiyent hər dediyimizə edirsə, vahidləri normaya sala bilirik. Yüksək dəyişiklik varsa, o zaman artıq dərman müalicəsi başlanılmalıdır. Vahidlərdən asılı olaraq 1 aylıq, 2 aylıq dozada seçilir, müalicə aparılır. Amma müalicə artıq olunmursa, yəni olunacaq səviyyədə deyilsə, elə bir şey varmı yoxsa?
Yox, elə bir şey yoxdur. Ən yüksək göstəricilərdə belə? Bəli, mütləq dərman müalicəsini edirik. Bundan başqa bizim indi yaxın qohumlarımız ətrafında ürəyində problemləri olan insan var. Onlara dedilər bu ürəyin içində o hansısa məhlulla, bilmirəm onun adı nədir, koronar nəsə belə bir adı var. Ondan dedi ki, yox, orada mən qorxuram bu müayinə eləməyə. Hansı ki, həkim dedi, kardioloq ki, orada mütləq şəkildə biz ən qısa, balaca hüceyrələrə qədər biz görürük ürəkdə nələr baş verir. Bəzən siz mən indi deyirsiniz söhbət hansından gedir. Arzu məsələsidir bəlkə o. Bəli, qorxurlar. Bu haqda istəyərdik danışaq. Çünki elə müayinələr var ki, insan qorxur, amma sabahlarım onun çox böyük bir fəsadlarını yaşaya bilər. Bəli, koronar angiografiya. Ay, sağ olun. Koronar angiografiya, bəli, yadıma düşdü. Müayinəsindən söhbət gedir. Nəyə görə bu müayinədən pasiyent keçməlidir, əgər göstəriş varsa, o müayinədə biz damarın neçə faiz tutulduğunu, neçə damarın, hansı damarların konkret tutulduğunu görürük və əsasda neçə faiz. Əgər imkan varsa müdaxilə edə bilirik. Yəni stent qoya bilirik. Əgər imkan yoxdursa, artıq açıq ürək əməliyyatına yönəldilir pasiyent. Niyə qorxurlar? İnvaziv müayinə olduğu üçün bir qorxu yaranır ki, hansısa fəsad ola bilər, ağırlaşma ola bilər. Təbii ki, olur. Nadir hallarda bu orqanizm müxtəlifdir. Hər kəsdə bir reaksiya ola bilər. Bəli, amma əgər biz, məsələn, kəskin infarkt zamanı koronar angiografiya ediriksə, damarı dərhal açırıqsa, biz ürək əzələsini xilas etmiş oluruq. Yəni, o ürək əzələsi ölmür. Çünki qidalanma bərpa olunur. Ürək əzələsi də bərpa olunması niyə vacibdir? Ürəyimiz işlək əzələdir. Yəni, hər hansı bir hissəsi ölürsə, bu sonra ürəyin gücünün düşməsinə gətirib çıxardır. Atom fraksiya deyilən bir tibbi göstərici var. Yəni, bu ürəyin gücüdür, nasos funksiyası. O düşə bilər, ürək çatışmamazlığına gətirə bilər və başqa fəsadlar da verir. Çünki ürək bütün bədənimizi qidalandırır. Ürək yeganə orqanımızdır, dostlar. Yəni, ilk olaraq o başlayır döyünməyə, ana bətnində olanda belə. Bundan başqa, Ellavda hansı xidmətlər var? Məsələn, mən ürəyim xəstədir, müəyyən bir narahatlıqlarım var. Hansı xidmətlərdə mən yaralana bilərəm bir pasiyent olaraq Ellavda? Bu haqda istəyərdim də, bəli, siz kardioloqsuz, əlbəttə ki, dostlar, mən qeyd edim ki, bir daha xatırladım ki, doğum ayınızsızsa mütləq yaxınlaşın və 50%-ə qədər endirimlər var, 50% doğum ayınızdırsa. Yəni, müraciət edin, laborator analizləri və s. Və bundan başqa, hörmətli Aygül xanım, mən istəyərdim eyni zamanda, yəni, biz özümüzü qorumaq üçün, bax, ilk olaraq hansı tövsiyəni verirsiniz, hansı məsləhəti, yəni, doğrudan da ərinməyək. Bəzən olur ki, baxırıq deyirik, hə, bunu eləyəcəm, etmirik. Amma vacibdir ürəyimizi qorumaq üçün bu addımları atmalıyıq biz. Bizdə Ellabda kardioangiografiyanın istisna olmaqla bütün müayinələr, əsas müayinələr aparılır. Yəni, EKG, EXO, Holter, stres test. Bu nədir? EKG, EXO qızıl standartdır. Mütləq şəkildə, yəni ilk növbədə biz ona baxırıq. Stres testdə ürək yük altında baxırıq. Pasiyentə fiziki yük veririk və gizli bir proses varsa oradan aşkar olunur. Holter isə 24 saatlıq və daha da çox monitoring, dəqiqi monitoringdir. Belə, əziz tamaşaçı, çox minnətdarıq sizə. Həkim kardioloq dostlar, Aygül İsmailova studiyamızda qonaq idi və ürəyinizdə müəyyən bir problem varsa, gözləməyin ki, o daha da artsın. Elə ilk növbədə özümə də aiddir. Mütləq elə müraciət edin. Minnətdarıq sizə. Uşaqları qoruyun, valideynləri unutmayın və əsas odur ki, ürəyimiz sağlam olsun və ürəyimiz böyük olsun.